Yine de reklam beni aldattı. Reklamlara aldandım. Bu xaricə gedəndə blogerlər reklam paylaşmışdı ki, esimdi, yesirdi, ne zibildi. Ondan yüklə, şey al, ne bileyim, ucuz başa gəlsin səfərlərin, hər yerdə oranı işarələ. Elədim, Türkiyəndə işarələdim, paketimi də aldım, hamısı okey. Səfərə çıxmışam, ne bileyim, o çatan dəqiqə getdi. Yoxdur, udur. Maşeyniklər. Allah Azərselin də insafını ömür boyu kəssin, kəsib də necə ki. O da mən durduq yerə fakturaya qoşub öz başından 240 manatda, 270 manatda hər ay belmə yüklüyür. Çevirirəm ora deyir, xəttindən çoxlu internet axır. Nəzarət elə, nətər eləyim, təndiv qalmışam ortalıqda. Adam vətəndaşını belə inclərmi? Hə, bax, vətəndaş gedib xarici ölkədə başqa ölkənin kartını almır ki, ölkəmə xeyrim dəysin. Belə adam incidərlər, hə? Ay, əməyiniz əlinizdə qalsın. Dilənçiyə dönmüşdüm orada. Ona deyirəm, Wi-Fi aç, buna deyirəm, Wi-Fi aç. Ayıp deyil. Mən fakturalı insan deyiləm, mənə faktura niyə qoşmusunuz? Öz başınızdan niyə soyursunuz bizi? Dayanın hələ, qopda geyim saçımı qaynağınıza düzəldim. Ondan sonra görərsiniz siz. Gəlib sizinlə dalaşacağım. Şəxsən ofisdə dalaşacağım. Görün, mən niyə soyursunuz?